İşinizi, peşənizi brendə çevirmək istəyirsinizsə, bu videonu diqqətlə izləyin. Xüsusən həkimlər, hüquqşünaslar, psixoloqlar, koçlar, restoran sahibləri diqqətlə izləsinlər. Yəqin SMM mütəxəssisləri sizə deyirlər ki, bax bu çoxsaylı izləmələr, artan abunəçilərin sayı əladır, superdir, hamısı yaxşı. Amma axı sizin müştəri bazanız artmır. Sizin işinizin keyfiyyəti artmır, çoxalmır. Ona izləyicilərin sadəcə marağı, sadəcə bir like, sadəcə bir həvəs kimi qalır. Bəs necə eləməli? Necə eləməli ki, müştəri bazasını artırmalı və onlar real alıcılara çevirməlidirlər? Bax, bununla bağlı video kontenti gərək maraqlı hazırlayasınız. Bu işdə isə mən İradə İshak sizə kömək edəcəm. Video blogerik təlimlərim sizin üçündür. Orada video ilə necə rəftar eləməli, kameraya baxmağı, mikrofon, işıq, səs, duyum, onların hamısını öyrədəcəm. Üstəlik nitqinizi gözəl şəkildə korreksiya eləyəcəm. Gözəl danışıqla, mikrofon önündə, kamera önündə inamla danışacaqsınız. Video blogerik təlimləri hər kəsə faydalıdır.